Süd qoxulu daşlar. Ötən əsrin 20-50-ci illərində SSRİ-də mövcud quruluşa qarşı təhlükəli hesab edilən insanlar xalq düşməni adı ilə damğalanaraq güllələnir, sürgün edilirdilər. Xalq düşmənlərinin ailə üzvləri isə Qazaxıstan çöllərinə sürgünə göndərilirdi. Qaraganda vilayətində 1938-53-cü illərdə fəaliyyət göstərən düşərgələrin birində repressiyaya məruz qalmış ziyalıların və hökumət məmurlarının həyat yoldaşları, digər ailə üzvləri cəza çəkirdilər. Düşərgədəki qadınlar ağır fiziki işlərə cəlb edilirdilər. Bir qrup qadın isə qamış yığmaq üçün Jalanaş gölünün sahillərinə aparılırdı. Düşərgədə boşluqları doldurmaq lazımdır 100%. Düşərgədə cəza çəkənlərdən biri Gertrude Platais xatırlayır. Jalanaş gölünün sahilində maraq düzəltmək üçün qamış yığırdıq. Birdən qamışlıqdan balaca uşaqlar və bir dəstə qoca kişi çıxdı. Yaşlıların əmri ilə uşaqlar bizi daşlamağa başladılar. Bu mənzərə nəzarətçilərə çox ləzzətlədi. Görürsünüz, sizi təkcə Moskvada yox, burada yaşayan uşaqlar da sevmirlər, deyə bizə ələ salmağa başladılar. Uşaqların bu hərəkətini heç cür tab gətirə bilmirdik. Bu çox ağır zərbə idi, mənəvi zərbə. Çoxdan qurumuş göz yaşlarımız sel kimi axıb tökülürdü. Gertrude Platais'ın sözlərinə görə məhbusların daşqalağı 3 gün ara vermir, birdən onun ayağı elə bu daşlardan birinə ilişir və üzü üstə yerə yıxılır. Sifəti bu daşlardan birinə dəyən qadın süd qoxusu hiss edir və qoxunun təsirindən məst olaraq onu acgözlüklə ciyərlərinə çəkir. Qalxanda da daşlardan bir neçəsini özü ilə qamışdan hazırladıkları baraka gətirir. Səhərə də iyləmək üçün. Barakda həmin daşları görən qoca bir Qazax məhbus onların daş yox, süzülmüş qatıqdan hazırlanan qurut olduğunu bildirir. Dustaqların daşqalağı bir müddətdən sonra formasını dəyişir. Sonraki günlərdə Janas sakinləri qurutu və gücləri daxilində dişə dəyən nələri vardısa hamısını gecələr qamışların arasında gizlədirmişlər. Ötən əsrin 90-cı illərində Gertrude Platais Janas sakinləri qarşısında mənəvi borcundan çıxmaq üçün yenidən buraya gəlir. Bütün dünya onun xatirələrini eşidir və öz süfrələrinin əvəz edilməz neməti olan qurutu totalitarizmlə mübarizə silahına çevirən Janas sakinlərinə heyran olur. Totalitarizm ictimai həyatın bütün sahələrinə bu artıq cümlədir. Üslubu cəhətdən ağırlıq yaradan cümlədir. Böyük ehtimal soruşacaq. Çünki totalitarizm terminini açıqlayır bu. Terminə aydınlıq gətirmək üslubu cəhətdən elmiyə xas bir şeydir. Yəni ki, soruşulur. Totalitarizm ictimai həyatın bütün sahələrinin sərt dövlət nəzarətinə tabe edilməsi səciyyələnir. Əlbəttə, dövlət nəzarətinə tabe əlbəttə, balaca bir kəndin özləri də ehtiyacdan əziyyət çəkən sakinlərinin qurut ehtiyacı ilə cinayət törətdiklərinə görə cəza çəkən 8000-dən çox dustağı doyurmaq mümkün deyildi. Məhbusları saxlayan, ölümün pəncəsindən alan həmin uşaqların və qocaların münasibəti olmuşdu. Bu münasibətdən onların qəlbində ümid göyərmişdi. Gertrude Platais'ın hekayətindən sonra tarix müəllimi Raisa Golubevanın yazdığı şeir bu daşları tərənnümünə çevrilir. Aman Allah, bu necə daş, bundan ki süd iyi gəlir, düyünlənir gözümdə yaş, içimdə ümid göyərir və salam. İndi baxırıq 211-ci sualımıza. Deyir, mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən uyğunluğu müəyyən eləyin. Bir yəqin o tərəfdə. Çünki 2-ni görürəm, daşlardan birinə dəyən. Yəqin ki, bir rəqəmi bu birisi tərəfdədir. Damğalanaraq. Xalq düşməni adı ilə damğalanaraq. Birdir. Deməli, birdir. O birisi dəyən 2-dir. Deməli, həqiqi mənadadır bu birisidir. Sifəti bu daşlardan birinə dəyən qadın. Həqiqətən sifəti daşa dəyə bilər də. A-nı hara yazacağım? 2-yə. A-nı 2-yə yazan kimi C getdi, Y getdi. Dürüst adamları ləkələmək olmaz. Həqiqət bir gün üzə çıxacaq cümləsində sözün qarşılığı sayıla biləcək nümunə işlənmişdi.
Bu bilsiz hara gedir? Damğalanmaq. Yəni ləkələnmək, xalq düşməni adı ilə ləkələnmək, xalq düşməni adı ilə damğalanmaq. B-ni yazacaqsınız 1-ə. C-də deyir məcazi mənadadır. Məcazi mənada əlbəttə ki, damğalanmaqdır. 1-ə BC, 2-yə A, bir də nişan vurmaq heç biridir. Əlinə toxunanda titrədiyini hiss etdim. Cümləsində sözün şərhinə aid. Əlinə dəyəndə, toxunanda, dəyəndə. 2-yə yaza bilərik yeni. 1 BC, 2 A, Y. Fason bir şey. Hə, cavab olur A variantı. Sonra 212-ci suala baxırıq. Deyir ki, mətndə səbəb-nəticə əlaqəsi baxımından uyğunsuzluğu müəyyən edin. Dünya janası sakinlərinin mərhəmətinə heyran qalır, nəticədə dustaq qadınlar azad edilir. Dustaq qadınların azad edilməsi ilə bağlı mətndə heç bir fakt yoxdur, elə A variantıdır. Çünki axır deyir ki, məhbusları saxlayan ölümün pəncəsindən alan. Yəni ölümdən qurtarır. Dustaq qadınların azad olması, yəni həbsxanadan çıxması deməkdir. Burada həbsxanadan çıxmır da, yəni ona görə A-dır. Məsələn, belə deyir, dustaqlar daşqalağa məruz qalır, nəticədə onlar mənəvi izdirab keçirirlər, düzdür. Orada deyirim, mənəvi zərbə idi onlar üçün. Baraklarda ehtiyac vardı, nəticədə dustaq qadınları qamış yığmağa aparırdılar, düzdür. Daşlardan gələn ətir qadının diqqətini cəlb edir, nəticədə qəribə daşların sirri açılır. Bəli, nəticədə bilinir ki, o söhbət qurutdan gedir. Bəzi insanlar SSRİ-də mövcud quruluşa qarşı təhlükəli hesab edirdilər. Nəticədə onlar nə edirdi? Xalq düşməni adı ilə damğalayırdılar, sürgünə göndərirdilər. Ailə üzvlərini də başqa yerlərə sürgünə göndərirdilər. Cavab olur A variantı. Gəldik, çıxdıq 213-cü suala. Mətndə əsasən doğru fikirləri müəyyən edin. Deyir ki, yerli sakinlərin dəstəyi bütün dustaqları aclıqdan xilas edir. Bu səhvdir. Orada deyir ki, əlbəttə, balaca bir kəndin özləri də ehtiyacdan əziyyət çəkən sakinlərinin qurut ehtiyatı ilə cinayət törətdiklərinə görə cəza çəkən 8000-dən çox dustağı doyurmaq mümkün deyildi. Yəni, bütün dustaqları aclıqdan xilas edir fikri səhvdir. Çünki 8000-dən çox dustağı doyurmaq mümkün deyildi deyir. Mümkün deyilsinizdə bütün hamısını aclıqdan xilas eləmiş olsun. Bir səhvdir. D getdi, Y getdi. Hökumətin amansız siyasəti xalq düşmənləri ilə məhdudlaşmırdı, düzdür. Xalq düşmənləri dırnaq arasına verib onların ailə üzvlərini də sürgünə göndərirdilər. Kənardan gətirilən dustaqları yerli xalqla eyni kökdən olan məhbuslarla bir yerdə saxlamırdılar. Belə bir şey yoxdur. Repressiya dövrü başa çatanadək yerli əhali dustaqları qurutla daşqalaq edir. Daşqalaq etmir. Deyir, onlar aparıb gizlədirdilər yeməli şeyləri qamışlıqların arasında. Deyir, burada yazıb. Sakinləri qurutu və gücləri daxilində nə varsa hamısını gecə qamışların arasında gizlədirmişlər. Görürsünüz, sona qədər daşqalaq eləmirlər. Gizlədirlər ki, yesinlər. Yerli əhali dustaqlara yardımlarının üstünün açılmaması üçün ehtiyatlı davranır, düzdür. Gizlədirlər. Elə ehtiyatlı davranması da zaten onun göstəricisidir ki, aparıb qamışın arasında gizlədir ki, bilməsin ki, yerli əhali onlara kömək edir. Cavab olur 2 ilə 5. O da olur B variantı. Sonra 214. Gəlin axırdan başlayaq, qabağa gedək. Çünki biri o birisi səhifədədir. O yüzden buradakı 4'ünü tapsaq, onu da biləcəyik. Deməli, baxırıq. Deyir ki, sonuncudan yox, buradan birdən başlayırıq. Bolşevik təbliğatı bu insanları bizə heç bir günahı olmayan zavallı insanlara qarşı əsl düşmənə çevrilmişdi. Bu bilsiz hara gedir? O deyir, uşaqların bu hərəkətinə heç cür tab gətirə bilmirdik. Bu çox ağır zərbə idi, mənəvi zərbə. Çoxdan qurumuş göz yaşlarımız sel kimi axıb tökülürdü. Orada deyir, nə bilim, yaşlıların əmri ilə bizi daşlayırdılar. Təkcə Moskvadan yox, buradakı uşaqlar da sevmirdi. Ona görə deyir, bolşevik təbliğatı bu insanları bizə, heç bir günahı olmayan zavallı insanlara qarşı əsl düşmənə çevrilmişdi.
Biri hara yazacağım? Bura yazacağım. Yəni, o birisi tərəfdə də bir dənənin olduğunu nəzərə alaraq üçüncü boşluğa 1 gedir deməli. Üçüncü boşluğa 1 gedir. Çünki o birisi səhifədə də bir dənə boşluq var. Ümumi 5 boşluq olduğuna görə 4-ü bu tərəfdəsə, 1 də o tərəfə düşür nəticə etibarilə. Üçüncü boşluqda 1 olan D-dədir. Bir də üçüncü boşluqda 1 olan C-dədir. C-də. Deməli, Y getdi, B getdi, A getdi rahat. 2 ilə tapacağıq. Çünki ya 2 birinci boşluqdadır. 2 birinci boşluqdadırsa əgər tapamayacaq. Gəlin 3-ü yoxlayaq. 3-də deyir ki, vaqonlarla ardı arası kəsilmədən gətirilən dustaqları yerləşdirmək üçün yerlər tikilməyə ehtiyac yarandı. O birisi tərəfə çevirək məncə. Baxın, burada deyirik, düşərgədəki qadınlar, baxın, düşərgədəki qadınlar ağır fiziki işlərə cəlb edilirdilər. Bir qrup qadın isə qamış yığmaq üçün Jalanaş gölünün sahillərinə aparılırdı. Vaqonlarla ardı arası kəsilmədən gətirilən dustaqları yerləşdirmək üçün yerlər tikilməyə ehtiyac var idi. Düşərgədə cəza çəkənlərdən biri xatırlayır. Barak düzəltmək üçün qamış yığırdılar deyir, düzdür? Elə həmin boşluğa da gedəcək nə? Bura 3. Baxın, 3 bura gedir. İkinci boşluğa 3 getdiyi üçün cavab olur D. Gəlin o birisiləri düzəldək. Deməli, 1-dən sonra nə gəlməlidir? 5. 5-dən sonra nə gəlməlidir? 4. Dustaqların daşqalağı bir müddətdən sonra formasını dəyişir. Axı işin üstü hər an açıla bilər və nəinki həmin uşaqlar və qocalar, onların bütün əqrabaları da dərhal dönüb xalq düşməni olardılar. Sonraki günlərdə artıq görürsünüz nə deyir? Deyir ki, gizlədirmişlər üstü açılmasın deyə. Sonra deyir ki, Janas sakinləri qarşısında mənəvi borcundan çıxmaq üçün yenidən buraya gəlir. Düşərgəni tərk etdiyi illərdə yerli sakinlərlə vidalaşmaq belə qorxulu olduğu üçün onun Janaslara çox sağ ol borcu qalmışdı. Bütün dünya o xatirələrini eşidir və öz süfrələrini əvəzedilməz neməti olan qurucu totalitarizmlə mübarizə silahına çevirən Janas sakinlərinə heyran olur. Yəni, bütün dünyaya danışır ki, bəs Janas sakinləri bizə çox sağ ol borcunu belə yerinə yetirir ki, hamıya açıq aydın deyir ki, bəs bizə kömək eləmişdilər bu şəxslər. Heç nə. Qısacası 2, 3, 1, 5, 4. Cavab olur D variantı. Keçdik 215-ə. Əvvəlində D rəqəm yazılmış hansı cümlələr mətnindən çıxarılsa, mətnin məzmununda dəyişiklik olmaz. Yəni, xələl gəlməz bir növün belə deyək. Gəlin, hamısını bir-bir çıxaraq, görək harada problem yaranar. Xələl gəlməz deyirdi, deyəsən. Yadımdan çıxdı sualın şərti. Hə, dəyişiklik olmaz. Gəlin, biri çıxaraq. Bir çıxaranda həmişə ağ qələmdən istifadə edirik. Siz imtahanda isə əlbəttə ki, karandaşla silib, oxuyub, sonra bərpa edə bilərsiniz yenidən cümləni. Gəlin, biri silək. Görürsünüz, heç bilmirəm hansı cümlədir, silirəm. Ki, görün problem olacaq, yoxsa yox. Sildim. Deyir ki, SSR-də mövcud quruluşa qarşı təhlükəli hesab edilən insanlar xalq düşməni adı ilə damğalanaraq güllələnir, sürgün edilirdilər. Qaraganda vilayətində 38-53-cü illərdə fəaliyyət göstərən düşərgələrin birində repressiyaya məruz qalmış ziyalıların və hökumət məmurlarının həyat yoldaşları cəza çəkirdilər. Problem yoxdur, uşaq. Biri silsək, səbəb getməz, nəticə getməz. Deməli, mən biri silə bilərəm. Biri silə bilərəm. Bu tərəfdən yazıram 1. Yəni, biri silə bilərəm, problem deyil. İndi gəlin, 2-ni silək. Bax, görürsünüz, yenə 2-ni oxumadan, daha doğrusu 2-ni oxumadan silirəm ki, problemin olub-olmadığını görüm. Düşərgədəki qadınlar ağır fiziki işlərə cəlb edilirdilər. Düşərgədə cəza çəkənlərdən biri xatırlayır. Bunu da silsəm problem olmaz. Deyir, ağır işlərə cəlb edilirdilər, düzdür? Və düşərgədə yaşayanlardan biri xatırlayır. Ki, yəni necə ağır işlər gördüklərini xatırlayırlar. 2-ni də silsəm problem olmayacağına görə, mən bura kənara yazıram yenə 2.
Keçirəm bu birisi tərəfə. Keçirəm bu birisi tərəfə. Keçmək üçün gərək 1-2-ni bu tərəfdən yazım. 1-2-ni yazdım bu tərəfdən. Ağı götürürəm yenə. 3-ü silirəm. Sildim. Deniz Yalanaş gölünün sahilində baraq düzəltmək üçün qamış yığırdıq. Yaşlıların əmri ilə uşaqlar bizi daşlamağa başladılar. Qamış yığırdıq, uşaqlar da bizi daşlamağa başladı həmin an. Problem var axı. Hansı yaşlılardan söhbət gedir? Birdən qamışlıqdan balaca uşaqlar və bir dəstə qoca neydə? Anlıq ləhcəmin kaymağı. Birdən qamışlıqdan balaca uşaqlar və bir dəstə qoca kişi çıxdı deyir. Birinci qoca kişi çıxmalıdır ki, sonra həmin o yaşlıların əmri ilə uşaqlar bizi daşlasın. Biz qocanı görməmiş, kişini görməmiş deyə bilərikmi ki, nədir onun adı? Onlar bizi daşlamağa başladılar. Biz nə 3-ü çıxara bilərik buradan, nə də 4-ü çıxara bilərik. Çünki 3, 4-ün səbəbidir sanki. 4 də 3-ün nəticəsidir. Yəni 3-ü də çıxara bilməzsiniz, 4-ü də çıxara bilməzsiniz. 1-2-ni götürdük, 3-4-ü atırıq. İndi 5-i silməyə çalışaq. Zülmdür bu sual. Silirəm. Deyir, yaşlıların əmri ilə uşaqlar bizi daşlamağa başladılar. Mənzərə nəzarətçilərə çox ləzzət elədi. Görürsünüz, sizi təkcə Moskvada yox, burada yaşayan uşaqlar da sevmirlər deyə bizi ələ salmağa başladılar. Çoxdan qurumuş göz yaşlarımız sel kimi axıb tökülürdü. 5-i silsəm problem olmayacaq. 5-i də silə bilərəm. Gəlin 6-nı silək. Daş yox, süzülmüş qatıqdan hazırlanmış quru olduğunu bildirir. Sonrakı günlərdə Janas sakinləri qurutu və gücləri daxilində dişə dəyən nələri vardısa gizlədirmişlər. Burada da problem yoxdur. Səbəb silinmir, nəticə silinmir. Nə oldu day? 3 ilə 4-dən başqa hamısını silə bilərsiniz. 1, 2, 5, 6. Cavab da var imiş. Y variantı. 215-dən. Şükür Allaha. Şükür. Qapalılar qutardı. Mətnin əsas hissəsində məzmuna uyğun olmayan cümləni müəyyən edib yazın deyir. Həmin cümləni mən bayaqları sizə dedim, üslubu cəhətdən ağırlıq yaradırdı ona görə. Çünki orada totalitarizmdən danışmır. Mətndə sırf repressiyaya məruz qalmış qadınların acı həyatından danışılır. Baxın, burada deyir, totalitarizm ictimai həyatın bütün sahələrinə sərt dövlət nəzarətinə tabe edilməsi ilə səciyyələndirilir. Amma mətndə bundan söhbət getmir. Əsaslandırma istəyir. Bu cümləni yazandan sonra əsaslandırmanız belə olmalıdır ki, mətndə repressiyaya məruz qalmış şəxslərdən söhbət gedir. Repressiyaya məruz qalmış şəxslərdən söhbət gedir. Yəni, şeydən söhbət getmir. Nə deyirsiniz ona? Totalitarizm haqqında danışılmır. Ona görə də mətnin məzmunu ilə əlaqəsi zəifdir. Bu da belə. 217. Mətndə əvvəlinə işarə qoyulmuş hissələr əsasında cədvəli tamamlayın. Aid olduğu üslub. Üçbucaq dairə. Üçbucaq mətnimizdir. Mətnimiz publisistik üslubdadır. Mətnimiz. Dairə də şeirdir. Şeirdirsə bədiidədir. Aha. Biz demişdik ki, publisistiklə bədini necə müqayisə eləyəcəyik? Bədiyə yazacağıq. Mücərrəd obrazlılıq, bədilik, ekspresivlik. Publisistikə yazacağıq. İctimai təfəkkürün, həmin hissənin üslubu xüsusiyyətidir. Həmin hissənin üslubu xüsusiyyəti. Aydınlıq, anlaşıqlılıq, xalq danışıq dilinə yaxınlıq. Üslubu xüsusiyyət. Sırf həmin hissənin. Aydındır, anlaşıqlıdır, kütləvidir. Belə yazın. Bədii üslubda olan hissənizdə isə məcazlı özünü göstərir.
yəni o şeirdə inversiya var, çünki söz sırası pozulub. Belə yəni, bunları yazırsınız. 218. Gertruda Platayç Janas sakinləri qarşısında mənəvi borcu olduğunu düşünür. Çünki bu insanlar onu və başqa dustaqları həm aclıqdan, uşaqlar müəyyən bir qism aclıqdan deyə bilək də, həm aclıqdan, həm də mənəvi zərbələrdən. Çünki birinci ona qarşı pis davranırlar. Sonradan araları yaxşılaşır da və orada yuxarıda deyildi, onların bizim üçün uşaqları bizi daşlaması falan bizə pis təsir eləyir, mənəvi zərbə idi. Deməli, o mənəvi zərbə isə bu insanların bunu münasibəti dəyişirsə nə olacaq? Mənəvi zərbələrdən xilas olmuş olacaq. Deməli, Gertruda Platay Janas sakinləri qarşısında mənəvi borcu olduğunu düşünür. Çünki bu insanlar onu və başqa dustaqları həm aclıqdan, həm də mənəvi zərbələrdən xilas etmişdi. Sonra bəli. Nədən? Olar, bəli, ümidsizlik də yazmaq olar. Çünki onlar mənəvi əziyyət çəkirlər, həm də fikirləşirlər ki, ölü biləcəklər də, amma ki, xilas eləmiş olur onları. Bəli, yazmaq olar, ümidsizlik də yazmaq olar. Sonra 219. Deyir ki, altına xətt çəkilmiş cümlədəki fikir mətnin neçənci abzasındakı fikirlə uyğun deyil. Seçiminizi əsaslandırın. Burada deyir ki, uşaqlar, altına xətt çəkilmiş cümlədə deyir ki, cinayət törətdiklərinə görə cəza çəkən 8000-dən çox dustağı doydurmaq mümkün deyil. Ay uşaqlar, bu yazıqlar cinayət törətməmişdilər ki, bu qadınlar xalq düşməni adı altında necə deyim, təqsirləndirilən şəxslərin həyat yoldaşı idilər. Deyirik ki, bunu girişdə əsaslandırmaq olar. Çünki birinci abzas, girişdə deyil, amma orada abzas soruşur. Birinci abzas, çünki orada yazırsınız ki, dustaq qadınlar cinayət törətməmişdilər. Onlar repressiyaya məruz qalmış ziyalıların və hökumət məmurlarının həyat yoldaşı və digər ailə üzvləri idilər. Yəni, yazdıqları nə cinayət törədiləcəkdi ki? 220. Mətnə əsasən siyasi rejim üçün təhlükəli hesab edilən şəxslərin yaxınlarına qarşı da amansız münasibət olmuşdu. Fikrini cəzalandıran idi. Əsaslandıran iki fakt yazın. Biri budur ki, elə girişdə yazıb da, girişdə deyirəm, ikinci abzasda yazıb. Bu məruz qalmış ziyalıların və hökumət məmurlarının həyat yoldaşları digər ailə üzvləri cəza çəkirdilər. Həmin qadınlar ağır fiziki işlərə cəlb edirdilər. Qamış yığmaq üçün Jalanaş gölünün sahilinə aparılırdılar və onlar aclıqdan əziyyət çəkirdilər. Daha o birisi səhifədədir. Aclıqdan əziyyət çəkirdilər, daşqalaq edilirdilər, həm işgəncəyə məruz qalırdılar, həm ac qalırdılar, həm də fiziki şiddətə məruz qalırdılar. Ağır fiziki işlərə cəlb olunurdular, döyülürdülər, yəni daşqalaq edilirdilər, həm də ac qalırdılar, aclıqdan əziyyət çəkirdilər. Deməli, həmin şəxsləri, onlara da amansız münasibət olurdu. Bu da belə.